O oğlan ölməyərdi, məsələ təranə ölərdi. Allah belə qızın bəlasını versin. Xətai rayonunda baş verən faciəvi hadisədə zəhərlənən 2012-ci il təvəllüdlü Təranə Bəkirovanın anası Kəmalə Ələkbərova açıqlama verib. O, RTV-yə verdiyi müsahibədə bildirib ki, bir müddətdir qızından xəbəri yoxdur. Ana qızının tez-tez evdən qaçdığını qeyd edib. Evdən dəfələrlə qaçır. Evlən dəfələrlə qaçanda gedib mən onu gətirirəm. Deyir, yay bala, evdən qaçma, evdən qaçma, evdən qaçır. Ujabım onda vərdişdi. Bir dəfəndə gerə daha doğrusu çoxdan da qaçmışdı. Heç qaçmayan vaxtları idi. Ürəyimdə qərar qaldı. Bunu 5 gün mən gözlədim. Dedim, bu 5 gündə niyə gəlmədi? Dedim, hələ bir baxım görüm, axırı hara gedir, çıxır. Bunu mən getdim, Abşeron polis idarəsinə xəbər verdim. Bunu tapdılar, verdilər, sağ olsunlar. Bunu daha bundan sonra da gümanımı qoydum ki, həqiqətən də bu qız evdən qaçan qızdır. İndi də 2 aydır, 3-cü aya keçibdi. Evdən qaçıbdı. Mən bunu gedib hara axtarış verim, nə qədər axtarış verim. Mən oğlanı zaten tanıyıb eləmirəm. Bunlar özü harda bir-birlərini görüblər, necə bir-birlərini görübdülər, mən bilmirəm. Qız evdən qaçandı, özlər harda bir-birinə tanış olurlar, necə tanış olurlar, mən bilmirəm. O oğlan ölməyərdi, məsələ təranə ölərdi. Haqq var, divan var, ədalət var, ekspert var. Yoxlasınlar, bilsinlər ki, onu məsələ heç kəs öldürməyib, qaz dəmindən zəhərlənib ölübdür bu adam. Var da düz məsələ. Qızın 14 yaşı var, bəli. Bəs məktəbə falan getmirdi mütəs? Getmir. Məktəbə zada getmir. 14 yaşa sadəcə evdən qaçan qızdır. Nə qədər bunu deyirəm, ay bala, gətiririk səni, mənim evimin kişini, mənim balamın əlini zibilə salmaq. Sonra deyirlər, ata balasını öldürdü, qardaş bacısını öldürdü. Belə şeylərin üstündə. Öz atası varmı? Atası da var, bəli. Atası da var. Atası da gözdən əllidir. Ata neynəsin, ana neynəsin. Heç kəs öz balasını pis gün istəməz. Allah belə qızın bəlasını versin. Bunlar necə tanış olurlar, harda tanış olubdular, vallahi mən bilmirəm. Qız mənə zəng eləyir, deyir, mama, deyirəm, gəl. Məni alladır, gələcəm, məni alladır, gələcəm. Bunlar oğlanla harda tanış olurlar, necə tanış olubdular, vallahi mən bilmirəm. Mənim hem gümanım elə şeydə yoxdur. Evdə neçə uşaqdılar? Mənim uşaqlarım 10 dənə uşaqdılar. 10 uşaqdılar, bəli. Bakıda yaşayır yoxsa? Bakıda da ərdə olanım var, belə də hədə xırdalı, belə böyük. Öz doğma qızınız idi? Hə, bəli, mənim doğma qızımdır. Belə də çox zulm verir bizə, çox belə işgəncələr verir. Özüm də xəstə adamam. Dəfələrlə düşürəm, axtarıram, bir tapıram, bir tapa bilmirəm, bir tapıram, bir tapa bilmirəm, yolunu azdırır. Elə valla bu telefonda baxmışam, dedilər ki, Təranə dəm qazından zəhərlənibdi. Vallahi elə dünənnəmdə getmişik xəstəxanaya, yenə də baxmışıq, deyirlər xəstəxanada da yoxdur. Qaçıb xəstəxanaya yoxsa? Xəstəxanadan dedilər qaçıbdır, belə bayaqlarım elə yenə də fikirləşdim ki, yenə də xəstəxanaya görə bunun vəziyyəti nədir? Bunun da vəziyyəti pisdir, amma bilmirəm mən. Yəni, belə də, mən nağayrım, mənim heç dəfə heyim gümanımız yoxdur, xəbər, onlar necə tanış olurlar, harada tanış olubdular, vallahi bilmirəm. Baş Prokurorluğun mətbuat xidmətindən RTV-yə bildirilib ki, aprelin 28-də paytaxtın Xətai rayonu ərazisində yerləşən evlərdən birində 2007-ci il təvəllüdlü Yusif Atalayın dəm qazından zəhərlənərək ölməsi, 2012-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan şəxsin isə zəhərlənməsi faktı üzrə Xətai rayon prokurorluğunda araşdırma aparılır.